Hı. Yəni, nə deməkdir? Kompüterlərin bir-biri ilə əlaqə qurması üçün onların bir şəkildə qoşulmasının lazım olduğunu göstərən bir üsuldur. Bax, belə bir misal göstərim sizə. Belə bir misal göstərim sizə, yəni bağlantı növü. Və bu arada yadda saxlayın ki, bağlantı növünün seçimi sizin belə cihazınıza, sizin qarşı tərəfdə olan istifadəçiyə uyğun olaraq seçilir və ona uyğun olaraq davranılır. Elə belə bir sual yarana bilər ki, bağlantı növünü bir dəfə seçdik, axıra qədər elə gedəcək deyə bir şey yoxdur, yox. Tutalım ki, bağlantı növünü bir dəfə seçdiniz, nə bilim, internetə məsələn də Dialog Pods bağlantı növü vasitəsilə qoşuldunuz, modemi elə bağladınız. Sonra bir aydan sonra qərar verdiniz ki, sərf eləmir, maddi cəhətdə məni çox yorur, nə bilim, maddiyyat çox tələb eləyir, internet kəsintisi zəif olur və s. Keçdiniz DSL-ə, nə bilim, keçdiniz və yaxud da ki, fiber optikə. Yəni bunu dəyişmək olar. Amma indi buradan da belə bir şey deyə bilərsiniz ki, madam ki, bunu dəyişmək olur, niyə görə düzgün seçim eləməliyik ki? Çünki Vüqar bəy, bunları hər dəfə dəyişdikcə həm əlavə maddiyat gedir, həm də çox uzun vaxt tələb eləyir. Yəni təsəvvür edin ki, bir ay düzgün seçə bilmədiniz, bir ay istifadə elədiniz dialapı. Sonra qərar verdiniz ki, mən bu dialapdan yox, DSL-dən istifadə eləməliyəm. Bir də dialap olan bütün şəbəkə qurğularını sökürsüz, təmiz. Təmiz. Sıfırdan sökürsüz, qoyursunuz DSL-i. Sonra gördünüz ki, yox, mənə DSL də sərf eləmir, ən yaxşısı fiber optik qoyun. İndi gəlin DSL-i sökün, təzədən başdan ayağa bütün cihazlarını, hər şeyini, telefon xəttlərini falan, hər şeyini sökün. Qoyun indi fiber optik. Görün nə qədər vaxtınız getdi, nə qədər maddiyyatınız getdi. Yəni olur. Yəni söküb başdan yığmaq olur. Adi evdəki internet kabellərinizi dəyişmək olur, vaxtaşırı olur. Onsuz da siz o kabelləri dəyişirsiniz. Çünki standartlara uyğun qəbul edilib ki, hər bir kabelin müəyyən vaxtaşırı dəyişmə müddəti var. Hər bir kabel. Məsələn, bizim bəli, bizim neçə cür kabelimiz var idi? Onu deyirəm elə. Bizim neçə cür kabelimiz var idi? Hansı idi? Bir də optik. Optik, bəli. O kabellərin dəyişilməsi əslində belə bir şey var ki, prosta buna əməl eləyən yoxdur. Heç mən özüm belə əməl eləmirəm. Kabellər 7-8 aydan bir dəyişilməlidir. Yenisi ilə əvəz olunmalıdır. Bəli, bəli. O vaxtdan hesablanıb. Tutalım da indi taxdınız 7-8 ay keçdi, yenisi ilə əvəz etməlisiniz kabeli. Təbii ki də buna əməl eləyən nədir? Yoxdur, olmadığı üçün. Buna əməl eləyən olmadığı üçün artıq belə deyək də bu yaddan çıxan bir məlumatdır ki, 7-8 aydan bir dəyişirlər. Bizdə nə vaxt dəyişirlər kabelləri? Çox yerlər. Həmişə kabel sökülür, internet gəlmir, nə bilim, elə vəziyyətdə kabel bütün üst qatı qopub, altındakı, içindəki artıq şnurlar görsən, ondan sonra. Bəli, çürümək kimi proses və ondan sonra başlayırlar dəyişməyə. Bu vaxtında dəyişsəz elə, vaxtında dəyişir. Nə, onsuz da o maddiyyat sizdən əvvəl-axır çıxacaq. Hə, istəyirsən, nə bilim, 1 il sonra çıxsın, 2 il sonra çıxsın, 7 ay sonra çıxsın, onsuz da əvvəl-axır o maddiyyatı verərsiniz. Bir var tamam çürümüş halda dəyişəsiz ki, ola bilər siz bütün sistemi yandırarsınız, çürümüş kabellər bir yerdə, onda əlavə bir xərciniz olsun. Bir də var ki, 6-7 aydan bir, 7-8 aydan bir dəyişəsiniz, 7-8 aydan bir dəyişəsiniz. Hə, bir dənə kabel dəyişəsiz, elə problemimiz onunla da qurtaracaq. Vəssalam. Bəli, bəli, yox, kabellər hər yerdə dəyişilməlidir. Yəni kabel belə deyim, ömürlük olan bir şey deyil. Texnologiya cihazlarında heç nə ömürlük olaraq getmir. Texnologiya cihazlarında heç nə ömürlük olaraq getmir. Onu əvvəl-axır öz fəaliyyətini dayandırır. Çünki adı üstündə texnologiya cihazı. Belə fikirləşin, siz bir dənə telefon alırsınız. Telefonu ömürlük olaraq istifadə edirsiniz. Yox. Nə bilim 2 il olur, 3 il olur istifadə edirsiniz. Sonra necəsə tələsini almalıyıq. Niyə? Çünki yaddaşı ölür. Nə bilim
əlavə şəkil yükləyirsinizsə, yaddaşına dolur, RAM-ı sönür, nə bilim telefonda ümumi prosessoru ölür, adapteri zaryadka yığmır, tez saxlayır, tez saxlayır, tez itirir. 100% götürürsünüz, 1 saat sonra düşünürəm olur 40-50. Bəli, tez gedir. Ona görə belə proseslərə nə etmək lazımdır? Diqqət yetirmək lazımdır, diqqət vermək lazımdır. Yəni texnologiya cihazları heç bir zaman nədir uzun ömürlü olaraq gedə bilmir. Gedə bilməz yəni texnologiya cihazları. Bəli, bəli, bəli. Hə, hə, hə. Yəni cihazlar həmişə texnologiya elə bir şeydir ki, cihazlar elə bir şeydir ki, onlara siz kobud şəkildə davrana bilmərsiniz. Yəni işləmir, hə vur başına işləsin, o görürsüz köhnə televizorlarda olur ümumiyyətlə və yaxud da ki, görürsüz donur, hə vur başına möhkəm vururlar başına. Yo, o vurmaqla görə nə olur ki, o vurmaqla başa düşür ki, tüzlüyündə işləyir, onlar da elə bilirlər ki, insanlar deyir ki, vurmaqla ona görə işləmir. O görsəydi, nə bilim, o donma baş verdi, nə bilim, kanalları göstərmir, kanallar arasında o göy error verəndə göy ekran bəzən qara ekran yanır televizordan. O yanır, birinci neyinizi söndürün televizoru, tokdan çıxarın da istirahət edin. Qoyun televizoru dincəlsin. Yəni texnologiya cihazı o arxası qızır. Yəni o elə vəziyyət olduğu an arxası qızır, yəni partlamaya qədər nəticələnə bilərdi. Yəni qoyun onu soyusun, birdən yarım saat 40 dəqiqə keçsin, soyusun. Təkcə televizoru demirəm, bütün texnologiya cihazlarını demirəm. Gördünüz qızır, qoyun ona prosesdən nədir? Soyusun. Təbii ki də xəta baş verəndə daha hər qızan cihazı çıxarıb gedib söndürmək. Yəni o ona görə yəni texnika cihazlarından nə etmək lazımdır? Düzgün davranış metodlarını sərgiləmək lazımdır. Yəni düzgün metodlardan istifadə etmək lazımdır. Bu bağlantının seçimi də indi bayaq bağlantının seçiminə. Bağlantının seçimi sizə uyğun, yəni istəyən istifadəçilərə uyğun olaraq seçilir. Yəni nə deməkdir? İstifadəçilərə uyğun olaraq seçmək. Bax belə fikirləşin ki, Vüqar bəy, sizin telefonunuzda bir dənə sənəd var. Sizdə bir dənə sənəd var. Düzdür? Nə bir dənə PDF sənəd, şəkildə tutalım sənəd şəkli. Mən deyirəm ki, Vüqar bəy, o sənədi mənə göndərin. O sənədi mənə bir neçə üsulla göndərə bilərsiniz. Düzdür? Nə WhatsApp-la göndərə bilərsiniz. Tamam da mesajla göndərə bilərsiniz. Bluetooth-la göndərə bilərsiniz. Telegramla ata bilərsiniz. Düzdür? Bir neçə üsulla ata bilərsiniz də. Deyirəm ki, Vüqar bəy, mənim internetim yoxdur. Ümumiyyətlə internetim azdır. Zəhmət olmasa şəkli mənə nəyinə göndərin? Bluetooth-la göndərin. İnternetim yoxdur. Gördünüz, mənə uyğun artıq hərəkət etdiniz. Və yaxud da deyirəm ki, Vüqar bəy, mənim internetim çoxdur, o şəkli mənə Full HD, ya WhatsApp-da HD formatı var ha, onu siz Full HD formatında göndərin, onsuz da internetim çoxdur. Və yaxud da deyirəm ki, Vüqar bəy, mənə o şəkli kopyalayıb video formatda salındı şəkli. Instagramdan da göndərin. Görürsünüz, yəni internetim çoxdur. Bir var video formatda salacaqsınız bir. Sonra da video kimi göndərəcəksiniz də bu iki. Əlavə görün nə qədər internet istifadə etdiniz. Yəni nəyə görə? Çünki mən sizdən belə tələb elədim onun üçün. Mən sizdən belə bir tələb elədim onun üçün bu qədər internet istifadə etdiniz. Düzdür? Yəni bizə sahibimizin kaydımız gedir nə baxım. Aha, gedir. Yəni mənə uyğun neylədiz, hərəkət etdiniz. İstifadəçiyə uyğun artıq hərəkət etdiniz ki, istifadəçi interneti azdır, nə bilim istifadəçinin interneti çoxdur və yaxud da ki, internetə qoşulu deyil. Ona uyğun artıq nə edəcək? Ona uyğun artıq göndərmə metodu seçəcəksiniz. Yəni belə. Bu bəli, bəli. Onun şeyləri nəzərə alınır ki, nə qədərdir və s. Yəni belə. Bu aydın oldu. Bağlantı növləri ümumiyyətlə nə deməkdir, seçimi nə deməkdir.
İndi keçirilməyə bağlantı növlərinin seçiminin növlərinə. İndi mən slaydı dəyişim bircə saniyə. Aha, tapdım. Birinci növümüz nədir? Dial-up pods. İndi belə bir şey deyirəm. Bilmirəm eşitmisiniz yoxsa yox. Məsələn, 3-4 il əvvələ belə bir söhbət var idi ki, əslində düz idi. İnternet istəyirsinizsə, necə? Necə indi gəlir, görüntü də var. Məsələn, 3-4 il əvvəl belə bir ə, söhbət var idi ki, bilmirəm eşitmisiniz yoxsa yox. Əgər evdən internet istəyirsinizsə, mütləq şəkildə sizin telefonunuzda olmalıdır, yəni telefon xətti də olmalıdır. Bilmirəm, bilmirəm, bəli, və bilmirəm eşitmisiniz yoxsa yox. Telefon xətti ilə internet. Bəli, yəni evinizdə, aha, ya indi internetin olması telefon xəttinə heç bir şəkildə təsir eləmir. Və yaxud da ki, tam tərsi, telefon xəttinin olması internetə heç bir şəkildə təsir eləmir, düzdür? Amma bir harca 3-4 il əvvəl sizin evdə internetinizin olması üçün mütləq şəkildə telefon xəttiniz də olmalı idi. Hətta belə bir şey var ki, qapı-qapı düşüb gəzirdilər ki, 50-60 manat həm internet çəkirik, həm də telefon xətti. Hansı ki, telefonu falan pul vermirsiniz, biz yeririk telefonu. Ayda ödəniş 12 manat, 13 manat, belə 11 manat. Belə dəyişirdi. Yəni bu artı 4 il əvvəl falanın söhbəti idi. Yəni belə bir şey vardı. Bunlara deyirlər, yəni bu cür qoşulma növlərinə deyirlər. Dial-up pods, hansı ki telefon yəni vacibdir. Bir də ki DSL. DSL ilə dial-up pods. İkisi də o deməkdir ki, bunu yadda saxlayın. Soruşula bilər, düzü fərqləri var. İndi fərqlərini deyəcəm onsuz da ki, hələ xüsusiyyətlərini deyəcəm, sonra fərqlərini deyəcəm nələrdir. Yadda saxlayın, müsahibələrdə soruşur ki, dial-up podsla DSL bağlantı növü nə deməkdir? Deməlisiniz ki, elə bağlantı növləridir ki, onlar bir evdə, yəni bir yerdə internet xəttinin olması üçün mütləq şəkildə telefon xətti də olmalıdır. Mütləq şəkildə telefon xətti də olmalıdır. Yəni telefon xətti olan evlərdə ancaq dial-up pods və DSL-dən istifadə etmək mümkündür. Yox, əgər telefon xətti yoxdursa, nə etmək lazımdır? İstifadə etmək mümkün deyil. İstifadə etmək mümkün deyil. Yəni belə xüsusiyyətləri var. İstifadə etmək mümkün deyil. Və bunların da hər birinin də özlərinin xüsusiyyətləri var. Dialog podsun, DSL-in. İlk öncə dialog pods haqqında məlumat verim sizə. Dialog pods ən köhnə internet bağlantı növüdür. Ən köhnə. Bu texnologiya, Vüqar bəy, ya bu texnologiyada adi telefon xətti üzərindən işləyir. İnternetə qoşulmaq üçün modemdən istifadə olunurdu. İnternetə qoşulmaq üçün modemdən istifadə olunurdu. Və bunun xüsusiyyətləri nədir? Və ən köhnə olduğu üçün bu çox nadir hallardır ki, bilmirəm, bəlkə köhnə kənd evlərində falan, bəlkə bundan hələ də qalmaz. Yəni köhnə nəsildə, yəni bu elədir ki, bundan evində olan şəxs bircə saniyə qayda. Aha. Yəni bundan evində olan şəxs internetdə çox da istifadəsi olmayan bir şəxsdir. Çünki bunların sürəti, baxın qeyd etmişəm,
Nə qədərdir? 6. Aha. 56 kilobit sürət. Aha. Yəni nə qədərdir? 56. 56 belə baxanda çox aşağı bir sürət. 56 bir internet üçün, modem üçün nə sürətdir ki bəyəm? Düzdürmü? Səsim gəlir? Müqaviməsi gəlir. Hə, şey. Mükəmməl. Ha. Yəni 56 çox aşağı bir sürətdir. Bu aydın oldu. Və bunun xüsusiyyətləri nədir? Bunun xüsusiyyətləri necə? Bəli, bəli, bəli. Bəli. Bunun bir dənə mənfi xüsusiyyəti var, mənfi xüsusiyyəti var. Dialab poçtda, Vüqar bəy, dialab poçtda siz eyni vaxtda nə modemdən, yəni internetdən və telefon zəngindən istifadə edə bilməlisiniz eyni vaxtda. Əgər internetdən istifadə eləyirsinizsə, telefon zəngi məşğul olur, məşğul olur. Yox, əgər telefondan istifadə eləyirsinizsə, internetə qoşula bilmirsiniz. Bəli, bəli. Çünki bilirsiniz nəyə görə? Bilirsiniz nəyə görə? Çünki bunların ə, həm internet, həm səs xətti bir dənə xətt üzərindədir. Yəni bir dənə xəttdən həm internet gəlir, həm səs. Ona görə. Yəni səbəb ona görədir. Çünki bunlara bir dənə xətt üzərində təsəvvür edin ki, bir dənə xətt üzərindən sizə həm internet gəlir, həm səs. Yəni sizcə eyni vaxtda həm internetdən, həm də telefondan istifadə edə bilərsiniz o bir xəttdən. Yox. Bəli. Bəli, yüklənmə baş verir və məhz yo yo yo. DSL-də elədi də, DSL-də ayrı-ayrıdır. Yox. Yox, yox, bunda ayrı söhbəti yoxdur. Bunda elə birbaşa olaraq, yəni default olaraq bir gəlir. Bunda ayırmaq söhbəti yox. Çünki o vaxtları ə, ayırmaq deyə bir şey yox idi. Yəni bir dənə port var idi vəssalam. Hə. Ona görə, yəni telefon xətti məşğul olur. Telefon xətti məşğul olur. Maksimum sürəti bunun 56 kilobit bölü saniyə olur. Sonra sonra keçək bunun nəyinə? Sonra keçək bunun üstünlüklərinə ki, üstünlükləri nələrdir? Deməli, bunun üstünlükləri, Vüqar bəy, üstünlükləri. Ən böyük üstünlük sadə quraşdırılmadır. Çünki niyə bir dənə telefondur, bir dənə telefon xəttidir, bir dənə də modemdir. Yəni bu qədər sadə. Qoşulması, quraşdırılması bu qədər sadə. Bir telefon xəttidir, bir də ki modemdir. Bu qədər. Yəni qoşulması bu qədərdir. Telefon xətti və modem. Bəli, bəli. Yəni qoşulması ona görə nədir? Problemdir. Sonra bunun xüsusiyyətlərində nə var? Mənfi cəhəti isə müsbəti odur ki, bunun qoşulması sadədir. Ə, yüksək belə maddi tələbat olmur, yüksək maddi tələbat olmur, yüksək maddi tələbat etmir və s. Bundan ibarətdir. Mənfisi nədir? Mənfisi ən böyük mənfisi birincisi aşağı sürətlidir. 56 kilobit bölü saniyə çox aşağı sürətlidir. Və
telefon və internet xəttləri eyni vaxtda nədir? İstifadə etmək olmur. Səbəbi də nəyə görə? Bunun səbəbini soruşurlar. Səbəbi də ona görə ki, bunlar ikisi eyni bir xətt üzərində paylandığı üçün istifadə etmək nədir? Olmur. Eyni bir xətt üzərində olduğu üçün. Yəni belə. Nəsə bir sualınız var bu dialoq podsdan. Əla, əla, super. İndi keçək nəyə? DSL-ə bircə saniyə dəyişim mən DSL-i. Ekran donub biraz. Mouse hərəkət etmir. Bir daha baxım görüm bircə saniyə. Hı. Aha. Hara getdi sıcağı? Niyə donmamış ya? Keçirik DSL-ə. Vüqar bəy, görsənir? DSL-in açılışı nədir? Digital Subscriber Line-dır. Yəni DSL texnologiyasında bunda da mütləq şəkildə telefon olmalıdır, amma bunun müsbət nədir? Telefon xəttləri DSL texnologiyası telefon xəttləri üzərindən işləyir. Lakin belə deyək, telefon danışığı internetdə eyni vaxtda istifadə etməyə imkan yaradır. Yəni bunun xəttləri baxın. Görsüz, birləşdirilib DSL-lə. Telefon xətti ayrıdır, internet xətti ayrıdır. Görsüz. Baxın, telefon xətti ayrıdır, internet xətti ayrıdır. Bunlara deyirlər DSL qoşulma. DSL xüsusiyyətləri. DSL-in dialog podsdan sonra yarandığı üçün, yəni təbii ki, nə olacaq? Sürəti necə olacaq? Çox olacaq. Düzdür? Bəli, birinci dialog gəlir, sonra DSL gəlir. Sürət də nə qədər olacaq? Baxın, aşağıda yazmışam. 1 megabit böl saniyədən 100 megabit böl saniyəyə qədər dəyişə bilir. Yəni böyüyə bilir. Amma bayaqki ancaq 54 idi. 54. Yəni bununki 100-ə qədər qalxa bilər. Yəni 100 megabit böl saniyə ola bilər. Bayaqki isə ancaq 54 idi. Amma indi görün bunun sürəti nə qədər artdı. Demək olar 2 dəfə artmış oldu. Dialog deyirəm, elə dialog yəni DSL-də 2 dəfə artmış oldu. Maddi cəhətdən bahadır. Nəyə görə? Siz belə təsəvvür edin ki, dialog podsda bir dənə xətt var idi. Ondan həm internet, həm telefon çıxırdı. Amma burada artıq 2 dənə xətt var. O 2 dənə xəttin də ayrılması üçün cihaz olmalıdır. Cihazdan ayrılmalıdırlar, paylaşılmalıdırlar. Ona görə biraz nə olur? Baha baş vermiş. Maddi cəhətdən düzdür. Hələ bundan sonrakılar maddi cəhət get-gedə artır. Yəni fiber optik falan var, mobil internet falan var. Öz əhatə dairənizdə nə olur? Get-gedə artır.
DSL-dən hə, DSL-dən var. İndiki bəzi evlərdə istifadə olunur, amma dial-up podsdan açığı mən görməmişəm. Son neçə ildir ki, harda istifadə olunur. Amma DSL-dən hə, DSL-dən hələ də tək-tük evlərdə istifadə edən var. Əvvəldən çəkdirənlər də onlar qoyub qalıblar. Bəli, bəli, bəli. İndi qara rəngi şərt deyil, indi o rəngi dəyişə bilər, amma forması budur. Hə, forması bəli, yəni forması budur, bəli. Sonra bunun ardı olaraq DSL-də nə var? Müsbət cəhəti odur ki, telefon xətti məşğul olmur, ayrı-ayrı istifadə edə bilərsən. Dialogla müqayisədə, yəni birincilə müqayisədə çox sürətlidir. Mənfisi də odur ki, bu əslində mənfiyə gedir. Maddi cəhətdən bahalıdır. Yəni maddi cəhətdən bahalı olmaq onsuz da mənfiyə aid olan bir şeydir. Yəni mənfi xüsusiyyətdir. Maddi cəhətdən nə bahalı olmağı, düzdürmü? Maddi cəhətdən nə olmağı, baha olmağı. Sürət də dediyimiz kimi nədir? Sürəti də bir saniyə mən bunu düzəldim. Sürəti də dediyimiz kimi nədir? 100 megabit böl saniyəyə qədər gələ bilir. DSL-dən heç nə qalmadı ki, yox, DSL-dən heç nə qalmadı. Hə, yox, DSL-dən heç nə qalmadı. Aha, və baxın, bu səs-küy və süzgəcdən keçir. Yəni bu bir növ süzgəc vəzifəsini belə deyək, formalaşdırır, ödəyir ki, həm eləyir, yəni telefon xəttini ayrı kabelə yönəldir, interneti isə ayrı kabelə yönəldir ki, nə olsun, onlar arasında süzgəc olsun, bir-birinə qarışmasınlar. Bəli, 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 bəli. Sonra keçirik nəyə? Sonra keçirik ən sürətlisinə. Fiber optik. Belə bir sual Vüqar bəy. Elektrik siqnalının 2 dəfə artması fiber optik kabelin belə deyək, sürətini neçə dəfə artırar və yaxud da azaldarmı? Necə təsir göstərər? Cavab, baxın, özünüz deyirsiniz ki, işıq sürətinə gedir, düzdür? Yaxşı. Elektriyin artması işıq sürətinə düzdür. Elektriyin artması işıq sürətdə nəsə təsir göstərə bilir ki, bəyəm? Deməli dəyişməz də. Bəli, bu müsahibə sualı həmişə ki, verirlər ki, elektrik siqnalının artması, dəfəsini mən dedim, dəfəsini deməklə, elektrik siqnalının çoxalması fiber optik kabeldə gedən siqnallara necə təsir göstərir? Qayıt deyirsiniz ki, təsir göstərmir. Nəyə görə təsir göstərmir? Çünki fiber optik kabel adı üstündə işıq impulsları hərəkət edən bir kabeldir. İşıq impulslarını. İşıq impulslarını hərəkət edən bir kabeldə siz necə durub elektrik siqnalından danışa bilərsiniz? Yəni elektrikdən danışa bilərsiniz. Bəli, danışmaq olmaz. Ondan heç bir şəkildə nədir? Danışmaq olmaz. Çünki işıq impulslarına gedir, qurtarır. Vəssalam. Ona görə oradan elektrikdən danışmaq olmaz.
Fiberoptik nədir? Vüqar bəy, ona keçək. Fiberoptik ən sürətli şey, internet xidməti təmin edən bir kabeldir, bir ötürülmə növüdür. Fiberoptik həddən artıq çox sürətlidir, stabil bağlantıya malikdir, ötürülməsi çox sürətli baş verir fiberoptik. Çünki fiberoptik niyə görə? İşıq siqnalları ilə ötürüldüyü üçün, hə, işıq siqnalları ilə ötürüldüyü üçün ondan tez-tez düzdür, baha olur fiberoptik kabel dediyiniz kimi. Yəni quraşdırılması nədir? Çox maddiyat bircə saniyə bizim rekordumuza baxım gedirmi? Aha. Yəni quraşdırılması çox maddiyat tələb edən bir kabeldir. Baxın, burada da qeyd etmişəm. Baxın. Məlumatları elektrik siqnalları ilə deyil, işıq siqnalları vasitəsilə ötürən bir kabel texnologiyadır, ötürən bir sistemdir. Hə, ötürən bir... Hə, bəli. Fiberoptik işıq impulslardır. Yaxşı, və fiberoptikin iki növü var idi. Nə idi onlar? Əla, modalı. Onların nə idi onların fərqi? Hı. Bəli, bəli, qorxmayın. Düzdür, qorxmayın, düzdür. Hı. Bəli. Bütün model bahadır, bəli. Nisbətən elə olur. Yəni məsələdir, çox modalı. Bir neçə xəttdən paylayır, yəni kənarlardan paylayır. Bir modalı isə ancaq orta hissədən düz xətt boyunca şüa paylamını neyir? İcra edir. Şüa paylamını icra edir. Ona görə də bunlara bir modalı və çox modalı olmaqla ikiyə ayrılır deyirik. Bir modalı bir dənə kabel, bir dənə ortadan getdiyi üçün çox modalda fikir verirsiniz nə qədər şaxələnir. Kənarlarından şaxələnir. İstər-istəməz onda daha çox kabel istifadə olunduğu üçün olacaq, baha olacaq. Düzdür? Necə başa düşmədim. Hə, yox. Yox, standart. Çünki kabelə sonradan necə əlavə edə bilərsiniz? Fiberoptik kabel bilmirəm görmüsünüz yox, nazik şüşə bir kabeldir, içindən nazik bir tel kimi xətt gedir. Baxaq görək. Baxaq görək. Baxaq. Hesab verəm. İnternetə nə oldu deyə belə? Getdi yer özündən.
tutdu bunun donması. Mən işte ən həmişəki üsul. Bəli. Bursa niyə taskı necə? Hə, açdım. Nə oldu ya? Açdı day. Windows Explorer hardadır? Burada. Gəlin o tutdu. Bir dənə də eləyək. Siz ekranı görürsünüz. Explorer tutaq. Restart. Rədəyə baxın. Çox modalıq dediyiniz. Baxın ya, fiber optik kabel. Hə, şüşə kimi olur. Belə şüşə kimi içindən də nazik tel keçir fiber optikdə. Yox, hazır gəlir bunlar. Bu ən sürətli kabeldir. İşıqdan, birbaşa işıqdan istifadə edir, işığın pulslarından. Bunu normal kabel necə istifadə edirlər bu deyilər. Hə. Bildim ki, kabeldə sadəcə adı işığın pulsları deyə özü normal kabel. Yəni özü normal kabel. Normal kabel necə istifadə olunursa, o da elə. Heç bir şəkildə fərq yoxdur. Yəni belə. Nəsə biz keçək. Fiber optik internet, fiber optik kabel və bu fiber optik kabeldəki 17 sürəti də 100 megabit böl saniyədən 10 gigabit böl saniyəyə qədər neyini dəyişə bilir. 10 gigabit, yəni 10 gigabit gör nə deməkdir? 100-dən 10-a qədər. Bəli, bəli. 100-dən 10-a qədər neyə bilir? Dəyişə bilir.
100 megabit bölü saniyədən 10 gigabit bölü saniyəyə qədər dəyişə bilir. Deyirlər fiber optik kabellər. Və son olaraq nəyə keçirik? Son olaraq keçirik inteqrasiya olunmuş xidmətlər rəqəmsal şəbəkə istəyən, yəni mobil internet